Salam hörmətli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da uşaq ədyallarında, papaq, jilet, jaket, nə istəsəz toxuya bilərsiniz. Asan toxunan bir naxışdır, özdə çox gözəl görünən bir naxışdır. Bu biraz qalın sapdır, 100 qramlıq 200 metrəlik sapdır. Kim hansı sapdan istəyir toxuya bilər. Mənim əlimdə bu sap olduğuna görə bu sapdan toxudum. İndi mən bunun üçün belə bir nazik sapdan toxuyacağım. Xoşunuz gəlsə nazik sapdan toxuyarsınız. Xoşunuz gəlməz qalın sapdan toxuyursunuz. Hansını istəsəz ürəyiniz ondan da toxuya bilərsiniz. İlməklər də 8-8 yığılır. Mən indi burada 20 ilmək yığacağım bura. Milmin üstüne. İki, üç, dört, beş, altı, yedi, sekiz, dokuz, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek. Yığdım ilmin üstə. Buradan bağlayıram bunu, açılmasın. Bu artıq sapı da buradan kesim götürüm. Şimdi burada mən rezinka toxumayacağım. Kim necə istəyir toxuya bilər. Buradan mən tərs toxuyuram. Birinci sıradır. Birinci ilməyi də toxuyuram. Qalan bütün ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməyi də tərs toxudum. İndi tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. Birincini toxumuram, götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzüdür, düz üzündən kənarı götürürəm. Bütün ilməkləri hamısını düz toxuyuram. Bütün ilməkləri yox. Buradan elə bu başdan başlayacağım. 2 ilməyi artıq toxuyuram. Birinci 4 ilməyi tərs toxuyuram. 1, 2, 3, 4. Sonra 4 ilməyi düz toxuyuram. 2, 3, 4. Yenə 4 ilməyi tərs toxuyuram. 3, 4. Yenə 4 ilməyi düz toxuyuram. 3, 4. Bu kənardakı ilməkləri də hamısını tərs toxuyuram.
Arxa üzəndə yenə tərsləri tərs, düzləri də düz toxuyuram. Üç, dörd tərs, dörd düz. Tərsləri tərs, düzləri də düz. 3, 4. İndi buradan düz üzüdür. Düz üzündən bunları 4 ilməni toxudum. Bu düz ilməklərin bu qabaqdakı ilməyi keçirdirəm. Arxadakını qabağa, qabaqdakını arxaya. Sonra ikisindən bir ilmək çıxardıram. Burada sonra 2 dənə artırma eləyirəm. Buradakı 2 ilməyi də ikisindən bir ilmək çıxardım. Bu kəsdiyim ilməklərin yerinə burada 2 dənə artırma elədim. Yenə 4 tərs. 2, 3, 4 tərs. Burada da yenə bunu özünü çevirirəm, ilmənin bu üzə yerlərini dəyişirəm. İkisindən bir ilmək çıxardım. Burada 1, 2 artırma elədim. Bu tərəfdəki 2 ilməyi də ikisindən birini çıxardım. Bunları da tərs toxudum. Arxa tərəfdən yenə tərsləri tərs, düzləri də düz toxuyuram. 1, bunu belə toxudum. Bunu da tərs toxudum. Bu özün o tərəfə toxuyuram, ikincini. Yenə tərs. İndi düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Əvvəldən necə başlamışdıqsa, buradan da elə başlayıram. Elə bil bir dəfə naxış bitmiş hesab olundu. Arxa üzdən də yenə hamısını tərs toxuyuram.
Bura düz üzüdür. Düz üzündən yenə əvvəldən necə başlamışdıqsa o formada da başlayırıq. 4 dərs 1 2 3 4 dərs 4 düz 1 2 3 4 yenə 4 dərs 2 3 4 yenə 4 düz. Arxa üzdən də yenə kənarı götürürəm. Buradan da tərslər tərs, düzlər də düz. Arxa üzdən hamısı buradan tərs toxunur. Arxa üzdən hamısı tərs toxunur. Düz üzüdür. Düz üzdən yenə 4 tərsi toxuyuram. Üç, 4. Bu düz ilməkləri yenə yerlərini dəyişirəm 1 ilə 2-nin. İkisindən 1 ilmək çıxardıram. Yenə burada 2 artırma eləyirəm. Bu tərəfdəkində ikisindən bir dənə çıxardım. Aradakı 4 ilməyi yenə tərs toxuyuram. 2, 3, 4. Yenə bu 2 ilmənin yerini dəyişirəm. 1 ilə 2-nin. İkisindən 1 ilmək çıxardıram. 2 dəfə dolayıram. İkisindən bir dənə çıxardım. Bu axırdakiləri da tərs toxuyuram. Formada. Axırda yenə tərsləri tərs toxuyuram, düzləri düz. Bir, iki tərs. Bu ikinci artırmanı düz toxuyuram. Yenə tərs toxudum. Burada 4 tərs oldu. Yenə 4 düz. Bu tərsi toxudum. Bunu da tərs toxudum. Bu bir ilməni o tərəfə toxuyuram. Birini bu tərəfə artırdığımı. İndi düz üzdən yenə hamısını tərs toxuyuram. Arkadan da hamısını tərs toxuyuram.
İndi düz-üzdən yenə 4 dəst 400 toxuyub təzədən həmin naxışı qoyuruq bu formada. Elə bir naxış alınır. Bu nazik sapdandır. Bu biraz qalın sapdandır. Belə qoyum görünsün. Bu formada. Sağ olun. Gələn videomda görüşənə qədər.